Mən Məmmədov vilayət Mövsümoğlu 1956-cı ildə Qazax rayon Naxçıvan kəndində anadan olmuşam. Hal-hazırda pensiyasıyam. Mənim müraciətim Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevədir. Möhtərəm prezident, mən sizə vaxtınızı aldığınıza görə üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. Mənim müraciətim sizədir. Belə ki, Agrikola şirkətinin prezidenti Xaliq Məmmədov 2024-cü ildə məndən sui-istifadə edərək, əvvəldən tanıdığım, məndən sui-istifadə edərək mənə məxsus 625 kisə pioner qarğıdalı toxumunu aldı, mal mübadiləsi şərti ilə. Bu günə qədər də heç bir ala bilmirəm. 625 kisənin ümumi dəyəri 228.200 manatdır. Xaliq Məmmədov mənə vəzifəli şəxslərin adlarını çəkərək, istifadə edərək onlardan hədə-qorxu gəlir, məni ölümlə hədələyir, cürbəcür bəhanələr işlədir. Mən onunla bazara bilmirəm. Çox xahiş edirəm, siz mənə kömək edin, olun. Öz minnətdarlığımı bildirirəm sizə.